Salam, xoş gördük əziz tamaşaçılar. Öztürk televiziyasında mən Zərintac Mayıs qızının təqdimatında ruh və bədən verilişini təqdim edirik və bugünkü mövzumuz cəmiyyətimizdə olduqca düşündürücü, aktual məsələlərdən biridir və tez-tez bu mövzu işıqlandırılır, müxtəlif verilişlərdə, proqramlarda da bunun şahidi olursunuz. Ümumiyyətlə valideyn-övlad münasibətləri necə qurulmalıdır? Çünki cəmiyyətimizdə boşluqlar var. Bu nüansda valideyn olmağa hazır olmayan cütlüklər valideyn olduqda bu problemləri daha çox yaşayırlar. Həmçinin də elə öz övladlarına düzgün nəzarət edə bilmədikdə də müəyyən problemlər yaşanır, hətta daha ciddi, neqativ hadisələr də yaşana bilər. Amma təbii ki, övladı ilə düzgün bağ quran, düzgün sevgini göstərə bilən, dost ola bilən valideynlər hər şey mükəmməl olmasa da yenə də effektiv nəticələr əldə edə bilirlər. Amma təbii ki, biz bunu mütəxəssisi ilə daha yaxşı ətraflı müzakirə edəcəyik. Qonağımız isə klinik psixoloq Pərvanə Əliyevadır. Xoş gəlmisiniz Pərvanə xanım efrimizə. Salamlayıram mən də sizi, Zərintac xanım. Təşəkkür edirəm dəvətiniz üçün. Ümid edirəm ki, bu kimi verilişlər insanları maarifləndirər. Ümumiyyətlə, uşaqlıq dövründə valideynlə övlad arasında formalaşan münasibət onun həm gənclik və yeniyetməlik dövrünə necə təsir eləyir? Bu barədə istəyirəm ki, ilk münasibətinizi bildirəsiniz və sonra isə növbəti suallara keçid alaq. Uşaq ilk münasibət təcrübəsini ailədə yaşayır. Valideynin uşağa münasibəti onun özü və dünya ilə ilkin təsəvvürünü formalaşdırır. Ailədə sevgi, qəbul, təhlükəsizlik yaşayan uşaq gələcək münasibətlərində daha özgüvənli olur. Tənqid, yəni aşırı tənqidi nəzərdə tuturam, valideynləri tərəfindən aşırı tənqid olunan uşaqlar böyüdükdə qiymətləndirici və münasibətlərində daha özgüvənsiz ola bilirlər. Emosional ehtiyacları qarşılanmayan uşaqlar isə gələcək münasibətlərində bir çox hallarda yaxınlıq qurmaqda problemlər yaşaya bilirlər. Bu yüzden valideynin uşaqla qurduğu bağ çox önəmlidir. Çünki bu onun gələcək münasibətlərinin gizli modelinə çevrilir. İkinci sualımız belədir ki, valideyn nəzarəti ilə övladın müstəqillik arzuları arasındakı tarazlıq necə qorunmalıdır? Bir psixoloq olaraq sizin yanınıza da yəqin ki, bu cür pasientlər gəlir. Necə onlara məsləhətlər verirsiniz? Bu problemdən necə onları qurtarırsınız? Gəlin belə baxaq. Yeniyetməlik dövrü ümumiyyətlə bir sualın cavabını axtarmaqla keçir. Mən kiməm sualı. Bu yüzden yeniyetmə aşırı dərəcədə sərbəstliyə can atır. Valideynin öhdəçiliyi uşağa nəzarətçi olmaq deyil, daha çox istiqamətləndirici olmaqdır. Bu dövrdə valideyn uşağın fikirlərinə hörmət etməlidir. Yeniyetmələrə sərhəd qoyularkən bu sərhədlərin səbəbləri izah olunmalıdır. Ümumiyyətlə, valideynlə övlad arasında ünsiyyət problemi nədən qaynaqlanır və həmçinin də bu problemləri aradan qaldırmaq üçün hansı üsullara başvurursunuz, nə kimi effektiv yollar təqdim edirsiniz onlara? Ümumiyyətlə, valideyn övlad münasibətlərində yaranan problemlərin kökündə bir çox səbəblər dayanır. Praktikamızda ən çox gördüyümüz səbəblər telefon və texnologiyaların bugün emosional cəhətdən insanları bir-birindən uzaqlaşdırması, valideynin evladı dinləmədən məsləhət verməsi, tənqid və mühakimə, uşağın hisslərini kiçiltmək, bunlar valideynin uşaqla arasında problemlərə yol açır. İkinci sualınıza gəldikdə isə həlli yolları daha rahat yollardır, daha sadə yollardır. Burada valideyn nədən istifadə edə bilər? Qarşısındakı evladına empati qura bilər, onu aktiv şəkildə dinləyə bilər, mühakimə etmədən evladı ilə ünsiyyətə girə bilər. Sən həmişə suçlayıcı o ifadələr yerinə mən sənə görə narahat oluram ki ifadələrini əvəzləmək bu ən effektiv üsullardandır.
Ümumiyyətlə unutmayaq ki, insanlar eşidilmədikləri yerlərdən uzaqlaşırlar. Bu uşaqlara və yeniyetmələrə də aiddir. Müasir dövrdə artıq sosial media, texnologiyaların təsiri ilə valideyn-övlad münasibətlərinin yaxınlıq dərəcələri də artıq dəyişib. Ümumiyyətlə bu dövrdə bu vəziyyətə onlar necə uyğunlaşmalıdır? Çünki artıq valideynlərin əlində də telefon görürük, uşaqların əlində də hətta telefon görürük. Bəs valideynlərlə bu da onların məsafələşdirir. Məsələn, valideyn başqa otaqda, övlad başqa otaqda. İstər-istəməz onlar arasındakı yaxınlığa, sevgiyə də bu təsir göstərə bilir. Yetəri qədər münasibət, qayğı, diqqət göstərməyə bilərlər. Buna necə yanaşırsınız? Ümumiyyətlə sosial media və texnologiya ailələrə iki cür təsir edir. Ailələri həm yaxınlaşdırır, həm uzaqlaşdıra bilir. Müsbət tərəfləri odur ki, informasiyalar daha əlçatan olub, valideyn övladı ilə əlaqədə aktiv şəkildə qala bilir. Mənfi tərəfləri isə bəzən eyni ailədə, eyni evin içində emosional baxımından insanlar bir-birindən uzaqlaşırlar texnologiya səbəbindən. Lakin bu o demək deyil ki, ailələr texnologiyanı qadağan etməlidir. Xeyr, əksinə, bunu daha müəyyən qaydalar çərçivəsində istifadə edə bilərlər və bunun üçün ortaq bir qərara gələ bilərlər. Məsələn, ailə yeməklərində telefon istifadə etməmək kimi. Bəs gənclik dövründə indi uşaqların artıq böyüyürlər və onların şəxsi seçimləri başlayır. Bir çox valideynlər həddindən artıq müdaxilə edirlər. İstər ixtisas seçimi, peşə seçimi olsun, istər onların ailə həyatı qurmaq, məsələn, qurmaq istədikləri şəxslə bağlı olsun, fərqli mövzularda artıq müstəqil insanlardır. Valideyn onun yaxşılığını düşünərək çox vaxtda çox qərarlar vermək istəyir, amma bu bir növ övladın da şəxsi sərhədini pozmaq mərhələsinə gəlib çata bilir. Bu barədə nə deyə bilərsiniz? Burada belə bir yanaşmam ola bilər ki, valideyn övladının həyat təcrübəsini paylaşa bilər, lakin onun həyatını yaşaya bilməz. Nə demək istəyirəm? Yəni valideyn övladının yerinə qərarlar vermək, onun qərarlarını çərçivələmək və yaxud ümumiyyətlə əlindən almaq, özünün reallaşmamış arzularını övladına yükləmək, bu kimi mənfi təsirlərdən uzaq valideyn olaraq durmaq gərəkir. Valideynin övladına bu yolda müsbət təsiri isə emosional olaraq dayaq olmaq, onun qərarlarına hörmət etmək və valideyn olaraq övladına daim bu mesajı vermək ki, qərar sənindir, mən də bu qərarın dəstəkləyirəm və yanındayam. Həmçinin artıq indiki dönəmdə bilirsiniz ki, imtahan ərəfələridir. Çox abituriyentlər imtahana hazırlaşır. Bəzən bir çoxları istədikləri nəticələri əldə edə bilməyəndə valideyn təzyiqi ilə üzləşə bilirlər. Valideyn bəzən özü də fərqində olmadan elə baskı eləyir ki, uşaq özündə dünyanın sonuymuş kimi bir hissə qapılır. Hətta Allah göstərməsin, həyatına son qoya bilən gəncləri də biz xəbərlərdən, mediadan tez-tez bu halların şahidi oluruq. Nə deyə bilərsiniz? Valideyn bu məsələdə imtahan mərhələsində övladına necə münasibət göstərməlidir? Psixoloji olaraq da övlad özünü rahat hiss etməlidir. Bəzən həyəcandan da ona o qədər, hətta müəllimlər də, valideyn də o qədər yükləyirlər ki, o da ki düşünür ki, mütləq yığmalıyam, yoxsa başqa bir sonu yolu yoxmuş kimi bir hissə qapılır. Bu barədə nə deyə bilərsiniz? Ümumiyyətlə bu mövzu xüsusilə vacibdir. Çünki valideyn və müəllimlər düşünürlər ki, uşaqlara aşırı təzyiq motivasiya verəcək, amma biz əksini görürük. Həddindən artıq çox təzyiq uşaqlarda özünə inamı azaldır, yuxu problemləri, imtahan həyəcanı, panik ataklar, depressiv əlamətlər, hətta uğursuzluq, bacarmayacam, uğursuzluğa inam yaradır və eyni zamanda özünə zərər vermə və daha ağır nəticələrə bizi üzləşdirir bu kimi nəticələrlə. Valideyn və müəllimlər sanki sən bunu bacarsan dəyərlisən mesajını ötürmüş olur ki, bu inancın uşağın içində formalaşması və yaxud yeniyetmənin onun gələcəyində çox mənfi nəticələrə gətirib çıxara bilir.
Bu yüzden valideyn və müəllimin verməli olduğu mesaj sənin nəticən vacibdir, amma dəyərindən önəmli deyil olmalıdır. Çünki imtahan uşağın hansısa biliyinin ölçür bir hissəsini, amma ümumilikdə uşağın potensialını ölçə bilməz. Şəxsiyyətini, dəyərini ümumiyyətlə təyin edə bilməz. Gənclik dövründə də biz çox problemlərlə qarşılaşırıq. İstər valideyn, istər övlad, onların artıq şəxsi seçimləri başlayır. Həm peşə ilə bağlı olsun, istərsə də hətta şəxsi qərarlar, buna ailə həyatı qurmaq məsələləri də daxildir. Müxtəlif mövzularda bəlkə harasa getmək istəyir, həyatını başqa bir rakursdan qurmağa çalışır. Onda da valideyn narahatlıq yaşayır və istəmsizcəsinə artıq onda müdaxilə, aşırı həyatına daxil olmaq, sərhədi pozmaq mərhələsi başlayır. Yəni bu nüansda, bu məqamda əslində necə davranmalıdır valideyn? Həmçində həm bir gənc necə davranmalıdır, valideyn özü necə davranmalıdır? Əlbəttə ki, bu kimi zaten valideynin müdaxiləsi mənfi nəticələrə gətirir ki, bu mənfi nəticələr də ən effektiv həll yolları psixoloji cəhətdən bu sahədə effektiv mütəxəssislərə müraciət etməkdir. Əziz valideynlər, sonda bu fikirləri sizlə bölüşmək istəyərəm ki, övladınızla qurduğunuz bağ ilk gündən çox önəmlidir. Çünki onun gələcəkdə özünə, ümumiyyətlə həyata münasibətini formalaşdırır. Bu gün sizlə qurduğu bağ gələcək həyatını şəkilləndirir. Bunun üçün uşaqlarla münasibətdə daha həssas və daha diqqətli yanaşmağınızı tövsiyə edirəm. Bəli, Öztürk TV-nin efirində ruh və bədən verilişi ilə yenidən görüşmək ümidi ilə və ondan sonra da maraqlı mövzularla elə sizinlə olacağıq.